Değerli izleyiciler, videonu çevirmeyin çünkü size hazır 4% ipotekada bir mənzil təqdim edəcəm. Mənzilimiz Əhmədli qəsəbəsi Nəsrəddin Tusi küçəsi, Asan Xidmətin yaxınlığı Ukrayna dairəsinin üstündə. Amal 2015 yaşayış kompleksində yerləşir. 111 kvadrat 3 otaqlı bir mənzilimizdir və bu 3 otaqlı mənzilimiz studiya tipli mənzildir. Yəni sənədli 3 otaq studiya tipli mənzil olaraq qeyd olunub. Tam əşyalarla bir yerdə satılır. Bir bu televizordan və xırda məişət avadanlıqlar, şəxsi əşyalardan başqa tam əşyalarla bir yerdə, mebel, texnika ilə bir yerdə satılır. Mənzilin ilkin ödənişi barəsində sonda qeyd edəcəm. Videonu sona qədər izləsəz bütün məlumatlardan və tanış məlumatlarla tanış ola bilərsiniz. Değerli izləyicilər, biz hal-hazırda mənzilin qonaq otağında dayanmışıq. Gördüğünüz kimi qonaq otağının ölçüsü kifayət qədərdir. Bütün lazım olan mebellər hamısı yerləşdirilib. Qarşısında eyvan mövcuddur. Studiya tipli bir qonaq otağıdır. Texnika belə qalır, qeyd etdiyim kimi qiymətə ilkin ödənişə daxildir. Qarşısındakı eyvanda kiçik mətbəx yığılıb, hansı ki qoxusu olan yeməkləri bişirməyi burada edirlər. Bura eyvanımız, eyvanımızda kiçik yer var. Qazımız, istilik sistemimiz kombidir. Rəsmi iş yeri olan hər kəs bu 4% layihədən yararlana bilər. Bura bizim giriş hissəmizdir. Giriş hissədə sol tərəfimizdə belə bir dolab yığılıb, dəhliz dolabımız yığılıb. Sağ hissədə bizim ümumi olan hamam otağımızdır. Duş kabinimiz və bütün aksesuarlarımız hamısı yerləşik vəziyyətdədir, yerləşdirilib. Üzbəüz istiqamətdə bizim qonaq otağı, uşaq yataq otağımızdır, daha doğrusu üzr istəyirəm. Uşaq yataq otağımızdan da digər eyvana çıxışımız mövcuddur. Bura isə bizim böyük yataq otağımızdır. Değerli izləyicilər, bunun da qarşısında eyvan var və eyni istiqamətə baxır. Böyük yataq otağının daxilində isə özünə məxsus hamam otağı var və pavilyon bura qoyulub. Demək olar bu hamam otağından istifadə olunmuyub. Değerli izləyicilər, məlumatları sizə yenidən təqdim edirəm. Amal 2015 yaşayış kompleksində 16 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən bu mənzilimiz 111 kvadrat metrdir, kubcalıdır. Hazır ipotekada olan mənzildir, 4% ipotekadadır. Aylığımız 821 manatdır. Yəni 900 manatdan yuxarı maaşı olan hər kəs bu mənzilə sahib ola bilər. Yəni mən 4% kateqoriyasına düşmürəm deyə bir şey yoxdur. Rəsmi iş yerinə əgər 900 manatdan yuxarıdırsa, ad və gecikmə yoxdursa, problemli kreditin yoxdursa, bu mənzilə rəsmi qaydada sahib ola bilərsiniz. İlkin ödənişimiz isə 119.000 manat təşkil edir. 119.000 manat ilkin ödəniş, 21 il 812 manat isə aylığımızdır. Değerli izləyicilər, bu mənzilə sahib olmağa tələsin. Çünki bu mənzil bazarda olan tək tük 3 otaqlı mənzillərdəndir və tezliklə satışı həyata keçiriləcək. Əlavə məlumat və mənzilə baxış keçirmək istəsəz 070 305 22 22 nömrəsindən əlaqə saxlaya bilərsiniz. Təşəkkür edirəm bizi izlədiyiniz üçün.